İmamverdi ve sihirli meşənin sirri. Biri var idi, biri yok idi. Uzak bir şehirde iki kardeş yaşayırdı. Büyük kardeşin adı İmamverdi, küçük kardeşin adı ise Murad idi. İmamverdi 7 yaşındaydı. O şiirləri çox sevirdi. Otağında şiir şəkilləri, şiir oyuncaqları, hətta balaca bir şiir kral tacı da var idi. Murad ise 4 yaşındaydı ve onun en sevdiği heyvan meymun idi. Meymun kimi hoppanmağı, gülmeyi ve her şeye maraqla baxmağı çok sevirdi. Bir gün İmamverdi çok heyecanlıydı. Çünkü ayın 28'i onun ad günü olacaktı. Üstelik bu yıl mektebe başlayacak ve 1. sınıfa gidecekti. Akşam yatmazdan evvel İmamverdi pəncərədən göğe bakıp dedi: "Kaş ad günümdə büyük bir macera yaşayabileydim." Murad da yorğanın altından başını çıkarıp dedi: "Mən də gələcəm, amma macerada meymun da olsun." İmamverdi güldü. "Oldu Murad, meymun da olsun." Elə həmin gecə otağın pəncərəsindən qəribə bir işıq içəri düşdü. İşıq getdikcə böyüdü və birdən otağın ortasında parlaq qızılı bir qapı yarandı. Qapının üstündə isə şir şəkli vardı. İmamverdi təəccüblə dedi: "Bu nədir?" Murad isə sevincdən hoppandı. "Sihirli qapıdır, gedək." İki kardeş el ele verip kapıdan geçtiler. Bir anda özlerini möhtəşəm bir meşede gördüler. Ağaclar göğe kadar uzanırdı. Renk kuşlar oxuyur, kəpənəklər havada uçuşurdu. Birden ağacların arasından hop diye bir meymun yere düştü. Bu balaca dəcəl bir meymun idi. Muradın gözleri parıldadı. "Mənim en sevdiğim heyvan." Meymun gülerek dedi: "Mənim adım Miko, ama burada bir problem var." İmamverdi soruştu: "Ne problem?" Miko ağacların arasını gösterdi. "Şir kralın tacı itib. Tac tapılmasa meşedeki bütün sehir yok olacak." İmamverdi dərhal dedi: "Biz taparıq." Miko dedi: "Amma tacı tapmaq üçün maniyəni keçmək lazımdır." Üçü birlikte yola düştüler. Birinci maniye büyük taş divar idi. Divarın üstünde belə yazılmıştı: "Gücün çatmırsa ağlını işlət." İmamverdi biraz düşündü. Divarın yanında küçük taşlar vardı. Onları birbirinin üstüne düzerek balaca plekan düzeltti. "Bax belə" dedi. Murad da sevinclə: "Mən də kömək edim." Murad daşları gətirdi. Miko isə ağaca çıxıb yuxarıdan yolu göstərdi. Beləcə 3 dost divarı keçdilər. İkinci maniyə isə qaranlıq mağara idi. Mağaranın içindən qəribə səslər gəlirdi. İmamverdi bir anlıq qorxdu, amma sonra dərindən nəfəs aldı. "Mən biraz qorxuram, amma geri qayıtmayacağam." Murad onun əlindən tutdu. "Mən səninləyəm qardaşım." İkisi birlikte mağaraya girdiler. Miko da qabaqda hoppana yolu ışıklandırırdı. Mağaranın sonunda büyük parlak bir kutu gördüler. Kutunu açanda içinden Şir kralın qızılı tacı çıktı. Amma elə həmin anda mağara sirkələndi. Tac yerə düşdü ve bir anda mağaranın içinde büyük bir kölge göründü. İmamverdi irəli çıxdı. Kölge yavaş yavaş yaxınlaşdı ve məlum oldu ki, bu sadece büyük bir daşın kölgəsiymiş. Murad gülməkdən yerə oturdu. "Mən qorxmadım. Yaxşı, biraz qorxdum." Hamısı gülməyə başladı. Tacla birlikte meşeye qayıtdılar. Onları büyük ve möhtəşəm Şir kral qarşıladı. Şir kral tacını başına koyup dedi: "İmamverdi, sen bugün çok cesur oldun. Ama en güzel şey neydi bilirsen?"
İmamverdi soruşdu. Nə? Şir kral gülümsədi. Sən təkcə özünə güvənmədin, qardaşına da güvəndin. Əsl güc birlikdə olmaqdır. Sonra Şir kral İmamverdiyə balaca, qızılı bir nişan verdi. Nişanın üstündə bir şir və açıq kitab şəkli vardı. Bu sənin məktəb nişanın olsun. 1-ci sinifə gedəndə yadında saxla. Hər gün yeni bir şey öyrənmək, yeni bir macəraya çıxmaq kimidir. İmamverdi sevincək nişanı sinəsinə taxdı. Murad da soruşdu. Mənə nə var? Miko dərhal ağacdan bir banan götürüb Murada uzatdı. Sənə də meymun mükafatı. Murad bananı götürüb dedi. Mən bunu çox bəyəndim. Hamısı güldü. Bir anda göydən qızılı ulduzlar yağmağa başladı. Şir kral dedi. İndi isə vaxtdır. İmamverdinin ad günü yaxınlaşır. Ayın 28-də onun üçün ən böyük arzu tutulacaq. İmamverdi gözlərini yumdu. Bir arzu tutdu. Kaş mən həmişə Muradla belə gözəl macəralar yaşayım və məktəbdə də çoxlu yeni şeylər öyrənim. Murad yenə gözlərini yumdu. Mənim arzum isə hər macərada meymun olsun. Hamısı güldü. Sehirli qapı yenidən açıldı. İki qardaş evlərinə qayıtdılar. Səhər İmamverdi yuxudan oyandıqda yatağının yanında balaca qızılı şir nişanı gördü. O gülümsədi. Murad isə hələ yatırdı. İmamverdi onun yanına gedib pıçıldadı. Dur, balaca meymun, yeni macəramız başlayır. Və həmin gündən İmamverdi başa düşdü ki, məktəbə başlamaq qorxulu deyil. Çünki hər yeni gün yeni bir macəradır. Ayın 28-də onun ad günü gəldi. Şamlar yandı, tort kəsildi və İmamverdi 7 yaşını qarşıladı. Amma onun ən böyük hədiyyəsi nə tort idi, nə də oyuncaqlar. Onun ən böyük hədiyyəsi yanında olan balaca qardaşı Murad idi. Və kim bilir, bəlkə də həmin gecə sehirli qızılı qapıda yenidən açıldı. Göydən 3 alma düşdü. Biri İmamverdinin, biri Muradın, biri də bu nağılı sevə-sevə dinləyənlərin payına.